Siz bizim dəyərli alimimiz olmaqla yanaşı, həm də mənim üçün çox əziz, Azərbaycan üçün dəyərli olan mərhum Qənirə xanımın əmsisiz. Onun vaxtsız gedişi hamımıza pis təsir etdi. Onunla sonuncu dəfə nə zaman görüşmüşdünüz? Mən birinci dəfə istəyirəm bir sirr açam. Qənirə xanım yuxarılarda tanınmağa başlayanda mənə dedilər ki, bu qız haqqında zəmanət verə bilərsənmi? Dedim, onun zəmanəti kəndimizdə atası verib. Demək, ulu öndərimiz Moskvada işdən çıxandan sonra onun portretlərini hər yerdən yığdılar. O portretlərin hamısını Qənirənin atası, mənim kiçik qardaşım Ələsgər mənim gətirdi evində bir otaqda yığdı. Kənd məktəblə, iki dənə kəndimizdə məktəb, orta məktəb, bir dənə musiqi məktəbi, kənd sovet məktəbi, klubda olan, xəstəxanada olan bütün portretləri qardaşım gətirdi, yığdı evində. Və ulu öndərimiz təzdən qaydandan sonra Azərbaycanda xalqın təqidi ilə hakimiyyətə gələndən sonra gəldilər, o portretləri yığdılar, qardaşımla apardılar. Cəmisi 48 il yaşadı. Mən sizə bir sirrini deyim onun. Bu and içdi, mən əlini Qurana vurdu. Demək, İngiltərədə bir Margaret Thatcher adı baş nazir olmuşdu vaxtilə. O gündə 3 saat yatardı. Axırda bir gün başı da xarab olmuşdu. Qənirə mənə and içdi. Ay əmi, dedim, ay qızım, sən nə təhər belə işləyirsən? Dedi, mən süfrədə 3 saat yatıram. Bəli, onu mənə də demişdi. Allah razı olsun. Demişdi mi? Demişdi. Allaha şükür ki, təkcə Bəli, mən yox. Sutkada dedi, mən 3-4 saat yataram. İli tamam olanda ölümünün yazdım, məqalə yazdım ki, qardaşım qızına demək istədiklərim. Demək istədim ki, sən az yaşadın, ancaq çox iş gördün. Çox dolu yaşadı. Sən nəslimizin adını ucaltdın, ona görə təşəkkür edirəm. Ad günün mübarək. O, Heydər Əliyev məktəbini keçmişdi. Qızlar çoxu onu oxşamağa çalışır. Hətta o, Rusiyada vurulan təyyarədə işləyən qız, o deyirmiş ki, mən Qənirə Paşayevə oxşamaq istəyirəm. Siz qismətə baxın ki, gəldi qəbrə, Qənirənin qəbrinin yanına düşdü. Bir taliyə baxın, bu bir qismətə baxın, işə baxın. Yəni, həyatda bizim dərk eləmədiyimiz şeylər çoxdur. Dərk eləmədiyimiz şeylər deyirik ki, bu mifdir. Allahın möcüzələri çoxdur, bəli. Elədir, bəli, bəli.